bir qız göstərirəm sizə. Nigar Ramazanova, Patrul Az saytının rəhbəri Nigar Ramazanova, Vilayət Eyvazovun yeni aşkı, Vilayət Eyvazovun Patrul Asının ən böyük Azərbaycanda 3-4 saytdan biri Patrul Asdır, onun rəhbəri gətirildi. Nigar xanım Ramazanova. Baxaq. Gözəldir, deyilmi? Qara qaş, qara göz. Baxın, gözəl eləmi? Mamili matan gözəl elə. İndi bundan danışacağım. Bundan danışacağım indi. Yaraşıqlıdır, deyilmi? Deyilmi? Ay səni vilayət yesin. Hər yerini yesin, daldan başlasın. Deməli, bu qadın Nigar Ramazanovadır. Patrul Az saytının Daxili İşlər Naziri Vilayət Eyvazovun Patrul Az saytının rəhbəri. Deməli, Nigar Ramazanova əvvəllər poçta işləyirdi. Poçta ilə belə işçi idi. Sonra Patrul Az saytına işçi kimi gəlib. Patrul Az saytında işləyən müddətdə, bilirsiniz ki, orada Daxili İşlər Nazirinin Vilayət Eyvazovun saytıdır. O, Daxili İşlər Nazirliyinin tədbirlərində iştirak edərkən, Nazir Vilayət Eyvazov Nigar Ramazanovanı görür, boylu, puxunlu, yaraşıqlı bu qızı görür və bəyənir, görür, bəyənir. Bir könüldən min könlünə aşiq olur. Nigar xanımı qəbuluna çağırır. O, gündən günə Nigar Ramazanova nazirin, həmən gündən sonra Nigar Ramazanova Vilayət Eyvazovun Daxili İşlər Nazirinin sevgilisi olur. Sonradan nazir onu sayt rəhbəri təyin edir. Nazir onunla iş otağında, elə orada yataq otağı da var, orada məşğul olurdu. Villalarına da aparırdı. Bu saytın əvvəlki rəhbəri Səməndər Niftəliyev adlı jurnalist idi. Səməndər Niftəliyevin arvadı Məhərrəm Əliyevin sevgilisi idi. Səməndərə Məhərrəm Əliyev kirişalıq edirdi. Məhərrəm Əliyevi, İlham Əliyev Məhərrəm Əliyevi vəzifədən vurandan sonra Səməndər Niftəliyevin dövrü bitdi. Yəni, daxili məsələlər üzrə prezidentin köməkçisi Məhərrəm Əliyev idi. Yəni, birbaşa dolayısıyla, birbaşa İlham Əliyevə dolayısıyla Vilayət Eyvazov Məhərrəmə tabi idi. Belə də hansı xidmətləri üzrə tabi idi. Tabiçilik, yoxlama zad münasibətləri ola bilərdi. Və dəyərli vətənlərim, dəyərli soydaşlarım, ona görə həmən Məhərrəm Əliyev Səməndər Niftəliyevin arvadınla sevgili olduğundan dolayı Səməndər həmən vəzifənin başındaydı. Səməndər Niftəliyevi sayt rəhbərliyindən Vilayət Eyvazovun altdan verdiyi göstərişdən çıxartdılar. Onun yerinə nazirin Vilayət Eyvazovun məşuqəsi son zamanlarda yatağından çıxmayan Nigar Ramazanova gətirildi. Nigar Ramazanova Bakının Bayıl qəsəbəsində dəniz mənzərəli Nigar Ramazanovaya Vilayət Eyvazov Bakının Bayıl qəsəbəsində dəniz mənzərəli gözəl bir yerdən gözəl bir bina Vilayət Eyvazov hədiyyə elədi. Ona görə də Patrul Az saytında polislərlə bağlı negativ halların heç biri heç vaxt işıqlandırılmır son zamanlarda. Ona görə də ümumiyyətlə işıqlandırılmır, son zamanlar tam başqadır. Əksinə, bütün günü polisə yaltaqlıq, yamyamlıq videolar paylaşılır. Ancaq Patrul Aslat paylaşılır. Gecə və günüz. Sayt ancaq vətəndaşları güdmək, vətəndaşları, xalqın fərdlərini, insanlarını, vətəndaşlarını nüfuzdan salmaq, xalqı günahkar çıxartmaq, insanları günahkar çıxartmaq, bu polisi haqlı çıxartmaq formatında videolar, paylaşımlar edir. O Nigar Ramazanova mənim qarmağıma keçdisə, Vilayət Eyvazovla onun aşk yaşadığını qoydum sortuya. Onu da Vilayət Eyvazov, nədir o,
Qız kimi öldürəcək? Hansı qız idi o? Çimnaz. Çimnaz kimi öldürəcək? Nazirlər qayırır, qayırır. Vilayət elə dayı. Bu Kemaləddin niyə qayırdıqlarını öldürmür? Bu vilayət qayırır, qayırır. Bir baca səsi çıxan kimi adamı öldürür. Bax, bu dəfə Nigarı öldürmə, ha. Nigar Ramazanovanı öldürmə, ha. Nədir o? Nədir o? Vilayət Eyvazov. Bu da ölsə biləcəm daha. Hamı biləcək ki, sənlikdir bu söhbət. Yenə indi şübhəli adamlar biraz qalıbdır. Nəysə, Nigar gözüm üstündədir ha sənin. Vilayət Eyvazov sənin üstündədir. Amma mənim də gözüm sizin üstünüzdədir ha. Səndən çox danışası olacağıq. Belə görürəm. Nəysə.